Allahın salamı olsun sizlərə, dəyərli izləyicilərim. Bax, sizə hardan salamlayıram. Düz Xırdalanın Kuruğu. Bax, Ocaq restoranı. Bax, aşağıda da Araz Market. Burada pəncərəmizin cam balkonunu açdım ki, dəyərli izləyicimə gözəl şəkildə göstərim. Bura mənzilimizin yataq otağıdır, qardaşım. Mənzilimiz 65 kvadratdır. 65 üstü ya belədir, yəni 65 kvadrat. Bura mətbəx hissəmizdir. Bax, kes qardaşım. Özü şəxsi təmirdir. Qardaş deyir ki, tək elə mətbəxə, mətbəx mebelinə təkcə 4000 manat pul vermişəm. Yəni o bahalılardandır, mən bilmirəm. Kasıb uşağım, adını deyirlər, nə deyirlər ondandır. Mənzilimiz iki cürə satılır. Həm əşyalı da satıla bilər və qismən əşyalı da satıla bilər, qardaşım. Zəhmət olmasa gəl bura. Belə bir giriş hissəmiz var. Yəni genişdir koridorumuz. Sağda bax belə bir hamamsamızı bax, Sərbəla, fenə qədər var. Yəni bu da qalır. Sonra canım sənə desin. Belə deyək də 2-dən 3-ə düzəlmədir də. 2 otaqdan 3 otağa düzəlmə. Belə bir xudmani detski bir otağımız. Gördünüzsə, yəni hamısı əşyalar var. Hamısı bahalı əşyalardır. İndi qiymətini deyəcəm. Bu əşyalarla birlikdə olsa, ya olmasa qiyməti nə olacaq? Və bu da belə bir geniş, dəyərli izləyicilərim, qonaq otağıdır. Mənzilimiz dedim 65 kvadratdır. Kupcalıdır və mənzilimizin start qiyməti. Full əşyalı, belə deyək, bütün əşyalarla hamısı birlikdə 115.000 manat. Amma qismən əşyalı olanda, mətbəx mebelli, kombidə qalmaq şərti ilə, onu da deyim izləyicimiz, yəni eşitsin, amma mənzil sahibi eşitməsin də. Kondisioner də mənzilə pay eləyəcəm. 110.000 manat əşyası. Amma full hamısı əşyalarla bir yerdə, elektronika daxil hamısı, cəmi cümlətanı 110.000 manat. Yenə deyim, kondisioner mənim tərəfdən hədiyyə olacaq. Real arzlarla da aşağı yuxarı danışıq olacaq inşallah. Yerini də gördünüz. Düz Xırdalanın Kuruğu. O deyirsə Xırdalanda propka görürəm, nə edirəm? Yəni propka görmürsən qardaşım. Allah alanda satanda xeyir versin inşallah. Həmişə kimi 114 əmlak hər birinizin xidmətindədir. Allahın amanında olun.